Mesela bəzi millətlərdə belə bir psixologiya var. Heç uzağa getməyək, qonşumuz Ermənistan gətir. Bu insanlar Anadoluda, Azərbaycanda, ətraf bölgələrdə olan öz vəhşiliklərini, öz qəddarlıqlarını, öz hardasa soyqırma bərabər davranışlarını, hardasa deyil, elə məsələn Xocalı soyqırma və yaxud da ki 1910-larda Anadolu türklərinə qarşı çox vəhşiliklər. Amma bu insanlar bütün dünya car çəkir ki, bizə soyqırım ediblər. Və illər boyunca da bunun altına sığınıb, bütün o vəhşiliklərini, o qəddarlıqlarını inandırmağa çalışır. Böyük bir ölkə də, ölkənin belə bir psixologiyası var ki, bizi əzirlər. Bəli. Halbuki biraz tarixə baxanda görürsünüz ki, əzən özləri də elə. Yəni, qurban deyirlər. Əlbəttə. Qurban psixologiyasında bu nüans çox önəmlidir. Qurban psixologiyasına sahib olan insanların da bəziləri bu yanaşmanı, bu təqdim edilməni öz eləyəcəkləri içlərindən gələn yüksəlmək arzusu, uğurluq arzusu, məsələn, cinayət gələn bir çoxunda var. Məsələn, deyir ki, hamı düz yaşayır, öz uğurluğuna haqq qazanır. Və yaxud da ki, müxtəlif cinayətlər ola bilər, fiziki şiddət ola bilər, təcavüz ola bilər, taciz ola bilər. Bunlar deyir ki, o da belə eləmişdi amma. Yəni, heç bir halda fiziki şiddət, cinsel taciz, cinayət, uğurluğu haqlı görə bilmərik. Yəni, bu olub desən, bunu eləyə bilərsən ki, bir anlayış ola bilməz. Sizin verdiyiniz sualda ailə münasibətlərində, ümumiyyətlə insanın normal psixolojik inkişafında bir mərhələdə qurban rolunda olduğunu düşünməsi o qədər də qeyri-adi bir vəziyyət deyil. Bu olacaq əlbəttə. Yəni, siz deyəcəksiniz ki, 3 yaşında, 4 yaşında uşaq olaraq mən filan yerə getmək istəyirəm, atanız deyəcək ki, gedə bilməzsən. Və siz deyəcəksiniz ki, mən acizəm, zəifəm, yetərsizəm, icazə vermədilər də. Və yaxud da deyəcəksiniz ki, şokolad istəyirəm. Ananız deyəcək ki, yox, bugün cəzalısan, şokolad olmaz. Uşaq bütün dünya car çəksin ki, anam mənə şokolad vermir. Yaxın vaxtda belə bir video izlədim. Amerikadaydı deyəsən. Uşaq, yeniyetmə uşaqdır deyəsən. Uşaq polisə zəng eləyib ki, anam mənə televizor izləməyə icazə verir. Polis də qapıya gəlir. Şikayət varsa ki, yəni bu qurban psixologiyasının artıq yerləşdiyini göstərən bir nüansdır. Uşaq tələbi 10 yaşında, 12 yaşındadır ki, yəni heç kim nədənsə məhrum edə bilməz, istədiyi hər şeyi əldə eləməlidir. Onu əldə eləməyəndə də özünü zəif, əzilmiş, mobbinqə məruz buraxılmış və yaxud da ki, işgəncə edilmiş kimi təqdim edərək öz istədiyini əldə eləsin. Qurban psixologiyasının yaranmasında ailələrin uşaqlarla olan münasibətləri əlbəttə birinci faktordur. Yəni, inkişaf travması deyə bir şeydən bəhs edilir. Yəni, konkret hadisə yoxdur. Yetişkin travmasındakı kimi qəza oldu, o qəzanı xatırlayan kimi bir xatirə yoxdur. Bəs nə var orada? Amma o xatirəyə bərabər duyğusal yaşantı var. Yəni, bir uşaq üçün anasının haqsız yerə şokoladını məhrum eləməsi, atanın haqsız yerə cəzalandırması, istəklərinin çoxunun reallaşdırılmaması, bir yerdən sonra mən önəmsizəm, mən dəyərsizəm, mənim istəklərimin önəmi yoxdur, mən haqsızlığa uğrayıram. Yəni, burada bir ədalətsizlik var, inancı yerləşir. Və yaxud da yenə belə ailələri böyük ehtimal ətrafınızda görübsünüz. Ata uşağa sadəcə xəstələnəndə sevgi göstərir. Yəni, uşaq bir yerdən sonra başa düşür ki, ata işə gedir, gəlir, məşğuldur, uşaqla çox maraqlanmır. Amma nə zaman yıxılır, ayağı qanıyır, xəstəxanaya aparır, yanında dayanır, nə bilim, heç normalda almadığı dondurmanın 10 qat pulunu xəstəxanaya yarır. Uşaq da deyir ki, o adam məni deyəsən sevir. Amma məni sevməsi üçün xəstələnməli, aciz vəziyyətə düşməli. Yəni, uşağın dünyası bir fantaziya dünyasıdır da, orada bir düşüncə uydurur özü üçün. Özünü sevdirmək yolu tabii. Əlbəttə, uşağın ən önəmli sevgidir, qayğıdır, diqqətdir, mərhəmətdir, bağışlanmaqdır, biraz şıltaqlıqdır aradasa. Bunlara icazə verim, amma bir yerə gedir. Bu ədalətli olmadığında insan içində hər zaman ədaləti bərpa arzusu var. İnsanın ən böyük ehtiyaclarından biri budur ki, bu başıma gəldi, niyə mənim başıma gəlir? Əgər o içsel qaynaqlar sevildiyini, dəyər verildiyini, başqa həyatdakı müsbət hadisələrlə onu kompensasiya edə bilirsə, onu aşır. Ən ağır travmalarda belə